Herkesten xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər. Günün ən diqqət çəkən və müzakirə olunan xəbərləri ilə qarşınızdayıq. Azərbaycanda rüşvət qarşılığında vətəndaşlara mənzil vədi verilməsi ilə bağlı vəzifəli şəxs barəsində cinayət işi açılıb. Bu hadisə cəmiyyətdə ciddi narazılıq doğurub. Digər tərəfdən tanınmış şəxs Şahin Şıxlinski və onun oğlu barədə məhkəmə hökmü elan edilib, qərarın detalları maraq doğurur. Ölkədə daha bir itki də qeydə alınıb. Polkovnik leytenant vəfat edib. Bununla yanaşı Nazirlər Kabinetinin yeni qərarı sənədsiz evlərdə yaşayanları məyus edəcək. Gözlənilən dəyişikliklər pis xəbər kimi dəyərləndirilir. Beynəlxalq arenada isə diqqət İraqa yönəlib. Kürd siyasətində yeni sima Nizar Amidi prezident seçilib. O kimdir və hansı vədlərlə gündəmə gəlib? Ən son xəbərləri qaçırmamaq üçün bizi izləmədə qalın. Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Publika Aza Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə Rüstəmov Əvəz Əlioğlunun Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin Salyan rayon Mənzil İstismar hissəsinin bölmə rəisi, habelə həmin hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə qeyd olunan nazirlikdən daxil olmuş material əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb. İbtidai istintaqla Əvəz Rüstəmovun sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş qeyd olunan hissənin işçiləri və digər vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqaviləsinin tərtib edilməsi və onların qeydiyyata alınması müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə, habelə işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 təkrarən külli miqdarda rüşvət alma, 312.1.1 vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski dövlət məmuruna qarşı zorakılıq tətbiq etdiyinə görə 9 il, oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə azadlıqdan məhrum edilib. APAya istinadən xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovski rayon məhkəməsi qərar çıxarıb. Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyulun 1-də Bakı Plazanın yaxınlığında Federal Təhlükəsizlik Xidməti əməliyyatçıları üzərində heç bir tanınma nişanı olmayan geyim və avtomobillərlə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə, oğlunun idarə etdiyi avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski özünü itirərək idarə etdiyi avtomobillə Federal Təhlükəsizlik Xidməti əməkdaşını vurub. O, özü məhkəmədə baş verənlərdən peşman olduğunu, hadisəni qəsdən törətmədiyini bildirib. Saxlanıldığı gün Şahin və Mutvalı Şıxlinskilər sərbəst buraxılıb. Bir müddət sonra onlar barəsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmək maddəsi ilə cinayət işi açılıb. Əvvəlcə Mutvalı, daha sonra isə sifarişli qətlə cəhd maddələri ilə ittiham olunan Şahin Şıxlinski saxlanılıb. Azərbaycan ordusunun ehtiyatda olan polkovnik leytenantı Cavid Cabbarov vəfat edib. Oxu24.com xəbər verir ki, o uzun sürən xəstəlikdən 42 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Cabbarov aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak edib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub. (2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə bu təkcə suya aid deyil, qanunsuz tikilən və sənədi olmayan evlərə su, qaz və işığın qoşulması qadağan olunub və bunun artıq cinayət məsuliyyəti də var. Oxu24.com xəbər verir ki, bu fikirləri Xəzər Təhədə yayımlanan Cavabdeh adlı müsahibədə ATSIA-nın sədri Zaur Mikhaylov bildirib. O qeyd edib ki, bu stimullaşdırmanın azalmasıdır. Yəni insanlar bir yerdə ev tikməzdən əvvəl sənədsiz olacağı təqdirdə kommunal xidmətlərdən istifadə edə bilməyəcəklərini anlayacaqlar. İraqın siyasi tarixində yeni bir səhifə açıldı. Bağdadda parlamentin gərgin keçən səsvermə marafonunda Kürdistan Vətənpərvərlər İttifaqının KEA rəsmi namizədi Nizar Amidi ölkənin yeni sayca 6-cı prezidenti seçildi. 2003-cü ildən bəri formalaşmış siyasi ənənəyə sadiq qalan İraq parlamenti, dövlətin ən yüksək kürsüsünü bir daha Kürd milliyyətindən olan təcrübəli bir dövlət xadiminə etibar etdi. Nizar Amidi sadəcə bir siyasətçi deyil, o İraqın müasir dövlət quruculuğu prosesinin daxilindən yetişmiş, bütün siyasi krizisləri dərindən bilən və hər zaman uzlaşma adamı kimi tanınan strateji bir fiqurdur. Nojoment az xəbər verir ki, Nizar Amidinin prezidentlik yolu heç də asan keçməyib. Seçkilərin ikinci turunda 249 deputatın səsvermədə iştirak etməsi və Amidinin 227 səs kimi mütləq çoxluqla qələbə qazanması onun həm Kürd blokları, həm də ölkənin şiə və sünni siyasi dairələri arasında nə dərəcədə böyük etimada sahib olduğunun göstəricisidir. Onun əsas rəqibi olan Kürd İslam İttifaqının namizədi Müsənna Əmin isə bu gərgin yarışda geridə qalaraq Amidinin liderliyini qəbul etməli olub. Gənclik illərindən dövlət idarəçiliyinə Nizar Amidinin həyat yolu. Nizar Amidi 1968-ci ildə İraqın Duhok şəhərində anadan olub. Milliyyətcə Kürd olan Amidi təhsilə və elmə xüsusi önəm verən bir mühitdə böyüyüb. O, ali təhsilini mühəndislik ixtisası üzrə tamamlasa da, həyatının ilk illərində pedaqoji fəaliyyətlə məşğul olub. 1990-cı illərdə fizika müəllimi kimi fəaliyyət göstərən gənc Amidi, eyni zamanda İraqdakı siyasi proseslərdən kənarda qalmayıb. O, Cəlal Talabani tərəfindən əsası qoyulan Kürdistan Vətənpərvərlər İttifaqına KEA üzv olaraq, bölgənin gələcəyi naminə siyasi mübarizəyə qoşulub. Amidinin siyasi yüksəlişi onun İraqın paytaxtı Bağdadda partiyanın maraqlarını müdafiə etməsi ilə başlayıb. O, uzun illər Kvinin Bağdaddakı ofisinə rəhbərlik edib və bu müddət ərzində mərkəzi hökumətlə Ərbil arasında yaranan ən çətin düyünlərin açılmasında iştirak edib. Onun soyuqqanlılığı və diplomatik manevr qabiliyyəti qısa zamanda İraqın ali rəhbərliyinin diqqətini çəkib. Dövlət başçılarının ən yaxın sirdaşı, kölgə rəhbərlikdən nazir kürsüsünə. Nizar Amidini digər namizədlərdən fərqləndirən əsas cəhət onun dövlət aparatının işləmə mexanizmini mükəmməl bilməsidir. O, 2005-ci ildən bəri İraqın demək olar ki, bütün prezidentlərinin ən yaxın komandasında yer alıb. Budur onun zəngin karyera xronologiyası.